Erməni politoloqu, Təhlükəsizlik Siyasətləri Araşdırmaları Mərkəzinin rəhbəri və eyni zamanda Sülh Körpüsü təşəbbüsünün üzvü Arek Koçinyan Kaliberə müsahibəsində müxbirin Bakı və İrəvan arasında dialoqa Ermənistan cəmiyyətinin hazır olub olmaması və bu dialoqun əleyhdarlarının kimlər olması barədə sualına belə cavab verib. Hesab edirəm ki, Ermənistan cəmiyyəti belə vətəndaş təşəbbüslərini qəbul etməyə hazırdır. Əlbəttə, öz etirazını çox ucadan bildirən müəyyən toksik azlıq var. Burada cəmiyyəti şərti olaraq iki qrupa bölmək olar. Birinci qrup həddindən artıq emosional davranan, belə deyək, bütün bu vəziyyətdən ciddi şəkildə təsirlənən, münasibətlərimizin dəyişməsinə heç bir halda razılaşmaq istəməyən və bütün irəliləyişlərin əleyhinə çıxan insanlardır. Lakin mənim fikrimcə onlarla işləməyə, danışmağa, ünsiyyət saxlamağa, ortaq məqamlar axtarmağa və sülhdən başqa alternativin olmadığını izah etməyə davam etmək lazımdır. İkinci qrup isə bütün sülh təşəbbüslərimizə qarşı çıxan və açıqlamaları konkret siyasi məqsədlərə xidmət edənlərdir, deyə Arek Koçinyan bildirib.